şəhid ataları, şəhid anaları, hörmətli qonaqlar, hörmətli kənd cəmaatımız, hər birinizi salamlayıram. Bugünkü günün tədbirin məğzini hər birimiz bilirik. Artıq bu il 5 il tamam olur ki, 2-ci Qarabağ müharibəsində biz qalib gəldik. 44 günlük müharibədə qalib gəldik və bu gün də bura toplaşmışıq. Həmin 2-ci Qarabağ müharibəsinin döyüşçüsü, qəhrəman evladımız Həsənin anım günündən tədbiri açıq elan edirəm. Şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edəcək. Hörmətli tədbir iştirakçıları, kəndimizin ağsaqqalı ağamız Mirəziz ağaya söz verir. Biraz bundan evvel Cenab Prezidentin çıkışını eşittik. O sözlerin hamısı bizim kalbimizde var ama açıp izhar edebilmirik. Onun çıkışını elə hər birimiz için bir örnek numune götürürük. Vətən, millət, torpaq, ismət, namus yolunda döyüşən, yaralanan, kontuzya olan ve şehit olan balaların ruhlarına salavat deyək. Şəhid sözü təkcə İslam aləmindədir. Başka milletlerin de muharebeleri olur, öldürüleni olur. Tarihe adı düşenleri olur. Ama onları kitap yazabilirler, kahraman kimi tanıdabilirler. Hiçbir vaxt onlara şəhid deyilmez. Çok sağ olun. Allah kömək olsun. Hörmətli qonaqlar, hörmətli tədbir iştirakçıları, hörmətli şəhid ataları, hörmətli şəhid anaları, hörmətli məktəb kollektivi, hörmətli məktəblilər, hörmətli ağsaqqallar, xoş gördük hər birinizi. Hər birinizi salamlayıram, hər birinizə uzun ömür, sağlam can sağlığı arzu edirəm. Bugünkü tədbirimizin məqsədi, məğzi ondan ibarətdir ki, 44 günlük müharibədə şəhid olmuş, şəhidimizin artıq 5-ci il dönümünü qeyd edirik. Allah bugün tədbirinə yığışdığımız şəhidimizə rəhmət eləsin. Allah'tan rəhmət diləyirəm ona, onun valideynlərinə, atasına, anasına, yaxınlarına səbir diləyirəm. Öyle bir diyardı ki, eğer vatana sevmeyen insan, onda əqidə birdən ola bilməz. Hər şey vətən üçündür. Yani biz de evlatlarımızı vətən üçün verdik.
Ve bu necə deyərlər, bu vətən üçün verdiyimiz üçün, qurban verdiyimiz üçün özümüzə fəxr sayırıq. Çünki hər başda başımızın üstündə vətəndir. Vətən deməklə vətən olmur. Vətən üçün gərək şəhid olasan. Vətən üçün gərək qan axıtasan. Torpaq üçün gərək qan axıtasan. Bu şəhidlik hakkında çok sözler demek olar. Ama konular çok olduğuna göre, gelecek söz olduğuna göre ben sözümü kısa ederim. Sever kişi aksakal, öz yolunu bilen bir insandı. Böyle onun da ocağında şahit verildi. Bu cümlede bütün şahit atalarına, hamısına sabır verirəm, şəhid analarına sabır verirəm. Vətən sağ olsun. Allah ordumuzu qorusun. Allah müstəqilimizi qorusun. Azərbaycan xalqımızı qorusun. Amin. Aileler iştirak ediyor. Her biri salamlayırım. Qarabağ hakkında çok danışmaq olar. Ətraflı fəzai kişi hamısını izah elədi. Yəni artıq danışmağa ehtiyac yox deyildir. Qarabağ hakkında çok dastanlar yazılacaq. Çok bundan sonra yani çok şiirler yazılacaq. Uzun müddet. Bunu da biz borcluyuz. Yani bütün Azərbaycan xalqı bir oldu. Devlet başımızın etrafında birleşti. Qarabağımızı azad elədi. Bu hamıya bəllidir. İstəyir xarici qüvvələrə, istəyir daxili qüvvələrə, devlətimizə xələl gətirən hər kim olursa olsun, hamısına bəllidir. Bu milletin yani birliği, bir yumruq kimi birləşməyi. Bu gün də əgər kimsə devletimizi təhdid edərsə, yenə bu cəmaət bir yerə toplaşmağa, devletimizin Cənab İlham Əliyevin ətrafında birləşməyə hazır. Devletimiz daim var olacaq. Bayrağımız daim qalacaq. Qədimdən bugünəcən siz oturan analar, qəhrəman analarsınız. Siz qəhrəmanlarımızın yadigarlarısınız. Atalar, sizler de, çünkü sizler yetiştirmişsiniz o vətənpərvər oğulları. O oğullar qorxmadan sinəsin güllə qabığına verdi və bütün dünyaya sübut elədi ki, baxın, Azərbaycanın qəhrəman oğulları bizik. Biz heç vaxt düşmən qabağında sınmarıq, əgirmərik, öz qəhrəmanlığımızla 100 illər boyu alınmayan, Türk dünyasında alınmayan torpağı məhz Azərbaycanın igid oğulları, başta Ali Başkomandanın komandanlığı altında ne kadar təzyiqlər, ne kadar içimizde olan ermənifərəst düşmənlər olsa da belə biz qalib gəldik. Ona göre ki biz qəhrəman xalqı, qəhrəman oğullarımız var. Olub, bugün var, sabah olacaqdır. Bizim əzizimiz şəhid ataları, şəhid anaları, hörmətli müəllim kollektivi, məktəbin Uzma kənd orta məktəbinin müəllim kollektivini, bütün şagirdləri ilk növbədə salamlayıram. Gələn qonaqları, uzaqdan, yaxından gələn qonaqları salamlayıram. Bildiyiniz kimi biz bu günləri 30 il işğal altında qalan torpaqlarımız uğrunda öz qanlarından keçmiş qəhrəman şəhidlərimizdən biri olan Uzma kənd şəhidi Həsənov Həsən Səfəroğlu'nun 5-ci il dönümünü qeyd edirik. Bildiyimiz kimi müharibə əslində hərbiçi olmaq en çətin peşədir və en şərəfətli də peşələrdən biridir. Nə qədər çətin olsa da o qədər şərəfli bir peşədir. Müharibə də ki, bildiyiniz kimi müharibə deyəndə ancaq biz qan qada, ölüm itim, necə deyərlər, dağıntıları gözümüzün qarşısına alırıq. Müharibə dünyada en çətin işlərdən biridir. Onunla necə deyərlər, üzbəüz gəlmək hər millətə qismət də olmur. Necə deyərlər, hər millət də orada qalibiyyət qazanmır. O qalibiyyəti bizim Azərbaycan xalqı, Azərbaycan ordusu səfərbər olunmuş bizim gənclərimiz 2020-ci ildə 20-ci ilin 27 sentyabrda başlayan vətən müharibəsində bizim hərbiçilərimiz öz şücaətlərini göstərdilər, öz qəhrəmanlıqlarını göstərdilər. Yəni bizim 30 ildə alınmayan torpaqlarımızı, erməni daşnaqlarının ayağı altında qalmış torpaqlarımızı
bizim bu qəhrəman şəhidlərimiz, qazilərimiz, orqanları itirmiş qazilərimiz, müharibə iştirakçılarımız qalib gələrək, döyüşərək bu torpaqları azad elədilər. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin. Müharibə iştirakçılara can sağlığı versin. Millətin adət-ənənələrindən unutmayan ən müqəddəs ənənə budur. Adamın ürəyi açılır. Çünki şəhidlərin anım gününə toplaşmağı hər bir kətçi, vətəndaş özünə borc bilir. Sentyabrın sonundan başlayaraq ta ilin axırına qədər şəhid vermişik həmin ildə. Sonralar da həmsinin şəhidi vermişik. Onlar unudulmur, nə də unudulmayacaq. Hər kəs salamlayıram. Salam olsun şəhidlərimə. Allahın salamı olsun şəhidlərimə. Allahın salamı olsun şəhidsever insanlara. Bugün bura yığışmaq səbəbimiz Həsən balamızın cənnətdəki 5-ci il dönümüdür. Cənnətin mübarək deyirəm. İgid bala, cənnətin mübarək deyirəm. Körpə balasının üzün görməyən bala. Allah o balaya bir yaxşı gün göstərsin, yaxşı firavan həyat qismət eləsin. Kifayət bacı, Səfər qardaş, onların xeyrin görəsiz, toyun görəsiz. Allah saf ömür versin cəmi şəhid ailələrinə, cəmi şəhid anasına və atasına. Allah bizlərə bol-bol səbir versin, dözüm versin. Səbrimizi verib dözümümüzü Allah versin. Səbir Allahın adıdır. Mən hər gün deyirəm, hər gün sabah açılanda deyirəm ilahi pərverdigara, özünün səbrindən biz analara verginən. Çünki tükənməz dərdimiz var, sağalmaz yaramız var. Bəli, ağsaqqal deyir, ağ paltar. Çünki biz imamlardan görəcəmişik, yəni Cənab-ı Zeynəb qardaşının xəbəri gələndə, yəni oxuyanlar bilir, mollalar məndən də yaxşı bilər. O qara çadırasını atıb başına, qardaşına vay kəlməsini oxuyub, qardaşına nalə çəkib, qara paltarda. Əgər biz nə qədər varıqsa, bu dünyada varıqsa, bu ikinci dəfədir bizə deyilir. Ancaq biz bu qara paltarı, çünki biz balamızdan sonra biz ağ gün yaşamırıq, biz qara gün yaşayırıq. Çünki mən dedikcə, danışdıqca, bəlkə də çox danışıram, qınaqlara səbəb olaram. Ancaq ki, yox, mən hər günüm təkdir, hər günüm ağlardır. Tək oğul itirənlər, tək özümü demirəm, tək oğul itirənlər. Sabahımız qara gəlir, axşamımız qara gəlir. Biz gecələr yuxu yata bilmirik. Biz balamızla danışırıq, balamızla yatırıq, balamızla dururuq. Bəli, yatanda mən balamı şəkil, mən ürəyimin üstündə olmasa, mən gözümə yuxu gedmir. Yuxu disük. Saat 5 olur, mən balamı gəzirəm, nəfəsini duyuram. Çünki mən onu uşaq kimi bəsləyirdim. Hər gecə mənim yanımda yatır. Dediyim sözlərə görə bağışlayın, hər gecə mənim yanımda yatırdı. Mən o körpə kimi hər gecə durub üstünü örtürdüm. Əziz tədbir iştirakçıları, mən Abdul müəllimlə bayaq xahiş elədim ki, danışanlar çoxdur. Mənə söz verməsin, amma nə bilim, sağ olsun. Təşəkkür edirəm və mənim haqqımda dediyi sözlərə görə minnətdaram. Əziz şəhid valideynləri, əziz qonaqlarımız, hər birinizi mən həm öz adımdan, həm rayonumuzun bütün döyüşçüləri adımdan salamlayıram və sizə Allahdan can sağlığı arzulayıram. Həqiqətən də gələn ayaqlarınız var olsun. Yəni, şəhidin istənilən bir tədbirində dəvət olunmadı, iştirak edən hər bir kəs o, necə deyim, şəhidinə qiymət verən insanlardır. Ona görə biz də bir vətənpərvər, bir qurumun, vətənpərvər bir ordunun bir rəhbəri, ictimai rəhbəri kimi mən də öz adımdan hər birinizə təşəkkür edirəm. Bugün burada həmçinin həm 1-ci Qarabağ qazilərimiz iştirak edir, həm 1-ci Qarabağ şəhidinin ataları iştirak edir və yaləmin görürəm. Həm 44 günlük vətən müharibəsinin iştirakçıları iştirak edirlər. Çox sağ olsunlar. Eləcə də məktəblilər, yəni bir-bir sadalamaq istəmirəm. Mən bilirəm, Qaraqaşlı məktəbi də buradadır, Quruzma məktəbi də buradadır. Hətta bizim əzizimiz, əziz bacımız Qaratəpədən gəlib Məlikə xanım və onun şagirdləri buradadır. Hər birinə təşəkkür edirəm
və Allah sizləri var eləsin. Çox danışıb vaxtınızı almaq istəmirəm. Yəni Minə bibinin danışığından sonra həqiqətən insanın ürəyi parçalanır. Yəni mən özüm 3 ilə yaxın döyüşdə olan bir insan kimi yanımızda indi nələr olub, hansı dəhşətlər olub o vaxtki dövr 90-cı illəri təsəvvür eləmək belə çətindir. Yəni çox şəhidlər bizim yanımızda can verib, qucağımızda can verib, çox yaralılar olub, çox qanlar görmüşük, qanlar dökmüşük və o vaxt bizim ordumuzun zəif olan vaxtı Birinci Qarabağ döyüşçülərini, mən bunu həmişə deyirəm, yad eləmək lazımdır. Bütün Birinci Qarabağ döyüşçülərinin şəhidlər qarışıq. Yəni onların hesabına 80% torpaqlarımız qaldı. Amma çox şükürlər olsun ki, 44 günlük vətən müharibəsi başladı və nəhayət o zaman gəldi ki, bu uşaqların, bu qardaşların, bu balaların, bu şəhid övladların, qazi döyüşçülərimizin bəxtindən o vaxta gəlib çıxdı və nəhayət bu qələbə, böyük zəfər, 30 il gözlədiyimiz, həsrətində olduğumuz böyük zəfər bizə qismət oldu. Cənab Ali Başkomandanın o planları, strategiyası, apardığı düzgün xarici siyasətin nəticəsində və orduya verdiyi o önəmin nəticəsində, ordunun gücləndirilməsi nəticəsində çox şükürlər olsun ki, biz qələbə çaldıq və təbii ki, şəhidlərimizin, qazilərimizin qanı bahasına. Ona görə də mən həmişə deyirəm, bu insanları, bu şəhidlərimizi və onların ailələrini unutmaq olmaz. Biz yəni ən böyük, belə deyərəm, vəzifə borclarımızdan bir insan kimi Azərbaycanlı olaraq şəhidlərimizə həmişə böyük ehtiramla, hörmətlə yanaşırıq və şagirdlərimizə də həmişə bunu aşılayıram ki, yəni bizim şəhidlərimiz, əgər biz bugün bu şəhidlərimizi unudarıqsa, o zaman doğrudan da bir dövlət kimi, bir millət kimi yəni yox olarıq. Yəni bunu unutmaq qeyri-mümkün bir şeydir təbii ki. Biz də bu istiqamətdə həmişə təbliğatlar aparırıq və çox şəhid ataları, anaları hamısına təşəkkür edirəm. Allah səbir versin. Bütün Azərbaycan xalqına bu tək onların şəhidləri deyil, hər birimizin şəhididir və Allahdan səbir diləyirəm hər birimizə, bütün Azərbaycan xalqına. Çox sağ olun iştirak elədiyiniz üçün və mən bir də Quruzma kənd tam orta məktəbinin bizim Zaur Əliyev adınadır. Zaur Əliyevin qardaşı və istəyərəm ki, sözü ona verim iki kəlmədə. Mərasim iştirakçıları, elimin, obamın sayılan, seçilən kişiləri, ataları, anaları, qonaqlar, hoş gördük hamınızı. Bugün əlbəttə ki, kədərli gündür, amma ona hər zaman hoş gəlir inşallah. Bizim elimizin, obamızın adətidir. Bu günləri kəndimizin 5 şəhidindən biri Həsən balamızın, Həsən Cəfəroğlu'nun anım gününə yığışmışıq. Bu gündə eyni zamanda o biri şəhidlərimizin də ruhları qarşısında baş əyirəm, hörmət və ehtiramı bildirirəm. Şəhid analarının qarşısında baş əyirəm, hörmət və ehtiramı bildirirəm. Şəhid atalarının qarşısında baş əyirəm, hörmət və ehtiramı bildirirəm. Şəhidlik çox uca məqamdır. Əziz şəhidlərimiz, mən nə qədər çalışıramsa sizi qucaqlamağa ancaq boyum çatmır. Uca dağları ayağımın altına qoyuram və sizdən xahiş edirəm. Boyum sizə çatmaq üçün əyilin, üzünüzdən öpüm, sizi bağrıma basım, şəhid Həsənimizi öpüm, alnına güllə dəymiş şəhid qardaşım Zauru öpüm, xalam oğlu Gündüzü öpüm, Tariyel şəhidimizi öpüm və o biri şəhidimizi də bağrıma basıb öpürəm. Şəhidlik uca məqamdır. Onlar mən bir şəhid qardaşı kimi
şəhidlik anını yaşamışam. Sizə deyim ki, mən bu ananın dinlədikcə dəhşət məni bürüyürdü. Anam, necə ki anam şəhid balası Zaru oxuşanda, inanın ki yer göylərcə gəlirdi. Çox ağırdı, çox ağırdı. Ancaq şərəflidir, fəxirli anlardır ki, bunlar şəhidlərimiz vətən uğrunda, xalq uğrunda, analarımızın, bacılarımızın rahat yaşayışı uğrunda, körpələrin azad böyüməsi üçün vuruşublar, döyüşüblər, can veriblər, qan töküblər bu torpağa. Eyni zamanda dövlətimizin, vətənimizin sərhəd bütövlüyü uğrunda vuruşublar, istiqlalı uğrunda vuruşublar, müstəqilliyi uğrunda vuruşublar, canlarından keçiblər. Şəhid ataları, şəhid anaları, şəhid bacıları, şəhidlərimizin həyat yoldaşları. Bugün nə qədər çətin olsa da, amma qürurludur. Mən bugünkü gündə şəhid atalarına, şəhid analarına başsağlığı verirəm. Onların qarşısında həmişə deyirik, baş əyirik. Yəqin ki, onu Allah bizə yəqin ki, halallığını verər ki, biz baş əyirik ya əmirik. Amma yenə də biz bunu deyirik. Siz bilin ki, həqiqətən siz bizim qəlbimizdə çox uca bir zirvə salmışsınız. Mən şəxsən öz adımdan deyirəm. Sizin hər birinizə minnətdaram. İnanın ki, bu tədbirlər keçiriləndə necə olursa olsun elə can atırıq ki, şəhidimizin məzarı önünə gələk, ondan halallıq alaq və ona öz dualarımızı eləyək. Səhər-səhər tezdən bizim məktəbimizdə, mən həqiqi mənada deyirəm, bizim məktəbimizdə vətənpərvərlik çox yüksək səviyyədə qəbul olunur. Bax, o şagirdlər hər gün səhər sərxətdə birinci şəhidlərimizin əziz xatirəsi yad olunur. Dövlət himni çalınır və onların hər birinə ayrı-ayrılıqda şeirlər deyilir. Könüllü şəkildə, heç bir uşağa biz məcburiyyət qoymuruq və birbaşa onlara müraciət edirik ki, kim şəhidlərimizə aid şeir demək istəyir. Demək olar, xəttin hamısı əl qaldırır. Bu bizim gələcək nəsillər üçün şəhidlərimiz örnəkdir. Onlara vətənpərvərlik ruhunda biz öyrətməliyik, aşlamalıyıq ki, bizim Azərbaycan torpaqlarına bax belə gənclər yetişsin. Vallahi indi sözüm bitir, yəni heç nə deyə bilmirəm. Sadəcə sizi hər birinizin qarşısında baş əyirim. Əziz analarımız, əzizlərimiz, sizdən əziz bizə heç kəs ola bilməz. Çünki bugün biz yaşayırıqsa, vallahi sizə görə yaşayırıq. Allah sizi sağlam eləsin. Siz yaşayın ki, biz də yaşayaq, o şəhidlərimiz də yaşasın. Çünki biz sizlə qürur duyuruq. Təşəkkür edirəm. Salam əziz tədbir iştirakçıları, əvvəla hər birinizi salamlayıram. Bugün Quruzman kəndinin şəhidi Həsənov Həsən Səfəroğlunun şəhadətə qovuşduğu gündür. Şəhidim, sən elə bir oğul oldun ki, nəinki ailə üzvlərin, bütün Azərbaycan xalqı səninlə fəxr edir. Çünki sən fəxr ediləsi bir oğulsan. Şəhidlərimiz 30 il həsrətini çəkdiyimiz o evladları, Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bugün o qəhrəman evladları yetişdirən, vətən yolunda qurban verən şəhid valideynlərinin qarşısında baş əyirəm. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bizlər şəhidlərimizi heç vaxt unutmamalıyıq. Şəhidlər unudulmayacaq, qəlblərdə yaşayacaq. Onları unutmaq heç birimizin haqqı deyil. Çünki onlar biz gələcəkdə azad, firavan yaşamağımız üçün öz canlarından, qanlarından keçiblər. İcazənizlə mən sizlərə şeirlərimi təqdim edəcəm. Oturub yazmışam şeir qəzəlimi, misralar bu gecə şəhidi seçib. Millətim, bu dərdə kimsə dözərmi? Gecə ilə evimə şəhidim gəlib. Cismindən, canından keçən Həsənim, düşmənlə üz-üzə gələn Həsənim, döyüşdə can qoyub mənim Həsənim, yatmadım yuxuma şəhidim gəlib. Şəhidin hamısı kasıbdır kasıb,
İmkanı olan döyüşdən qaçıb. Çox heyf şəhidim torpaqda yatıb. Qeyrətim, namusum şəhidim gəlib. Bağışla şəhidim, gələ bilmədi. Canını qoymuşdun, görə bilmədi. Sənin yaralarını sara bilmədi. Fəxr edirik səninlə, igid şəhidim. Fəxr edirik səninlə, igid Həsənim. Şəhidəm, hər zaman dik tut başını. Axıtma gözündən qurut yaşını. Gül danış könüldən atıb daşını. Şəhidəm, hər zaman ağlama ana. Son görüş, doyunca qucaqla məni. Görməsən sən məni az qəlbi dağla. Əbədi sən məni qəlbində saxla. Şəhidəm, sən məni sıxmırdın bütün gecəni. Görürəm gəlmisən millət yığılıb, güllərlə bəzəyir bütün küçəni. Cüssəsi qapımdan sığmayan oğlum, balaca tabuta necə sığmısan? Dünən qurban kəsib səndən danışdıq. Elə bir indi çıxıb buradan gedmisən. Biz sənin yolunda qurban kəsən var. Sən vətən yolunda qurban gedmisən. Sən vətən yolunda qurban gedmisən. Bir silah var hər bir əlin üstündə. Min yara var bir kürəyin üstündə. Hər çiçəyin, hər ləçəyin üstündə. Əskərimin yarağının şeyi var. Axan qanla çəkilibdir hasarı. Əskər olub hər nəssamı yazarı. Hər ürəkdə bir şəhidin məzarı. Hər məzarda bir ananın ahı var. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Yenə gəldi sentyabr. Üstə gəldi, xəbər gəldi. Gecə yarı xəbər gəldi. Şəhidim var Azərbaycan. Anamın var dərin yarası. Şəhid olub cavan balası. Qala bilməz yerdə qisası. Şəhidim var Azərbaycan. Neçə analar, qaralar bağlar. Yerlər ağlar, göylər ağlar. Çox uşaqlar qaldı ağlar. Şəhidim var Azərbaycan. Yenə candan can ayrıldı. Şəhidim var Azərbaycan. Vətən sağ olsun deyə igidim var Azərbaycan. Allah cəmi Sahib qanun nə qəribdir? Bir ölüm min canı xilas eləyir. Vətən uğrunda can verənlər yaradan cənnəti miras eləyir. Hər kəs bayatdır bu ki həmişə şəhiddən cənnət qoxusu gəlir. Bu vətən nə gözəl laylay deyib ki bu qədər igidin yuxusu gəlib. Bir naçan ömür hər kəsin yadında sən qabildin. Külləri susturan gülüşləsən, hər kəsin könlünə kök çala bildin. Nur üzlü Həsənim, rahat uyu, rahat yat, vətən azad, torpaq azad. O qanla yayıldığın təmizlədiyi basmaz torpaq, birdən yad ayak benim. Narahat ruhların rahatlandıran, ləkəli namusu qanıyla yuyan, sinələr dağlayan, əbədi oyan, həsrətin nəğməsini yazan Həsənim. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Onların ruhu qarşısında başlayır. Şəhidlər, ürəyim doludur mənim. Sizə qıyan əllər yanıb köz olsun. Acizdir qələmim sizdən yazmağa. Sizə nə yazım ki, layiq söz olsun. Şəhidlik uca bir məqamdır deyə Allah ən layiqli bəndələr seçib. Vətən mənim üçün anamdır deyən qeyrətli oğullar canından keçib. Vətən üçün candan keçdiniz şəhidlər. Əbədiyyən qəlbimizdə yaşarsınız. İnşallah duamız hasil olar. Ağam Hüseynə qonşu olarsınız. Şəhidlər ölməz, vətən bölünməz. Ay maşallah. Bu vətən, bu torpaq mənimdir deyib, üstündə vüqarla gəzdi şəhidlər. Əyninə qanından bir köynək geyib, düşmənin yolunu kəsdi şəhidlər. Tək vətənimiz düşməsin dara, baxmayaraq soyuğa, borana, qara. Cavab vermək üçün o qanı
amansızlara, hər bir çətinliyə dözdü şəhidlər. Arzusu göylərə, yerə sığmayan, araza sığmayan, kürə sığmayan, nağla, şeirə, dastana sığmayan. Mən şəhidəm, ölməmişəm. Şəhidlər ölməzdir axı. Ölməmişəm, yaşayıram. Dönüb vətən torpağıma, torpağıma qarışmışam. Sarılaraq bayrağıma, bayrağıma qarışmışam. Mən şəhidəm, ölməmişəm. Külək olub qarışmışam vətənimin havasına. Cismim köçüb bu həyatdan, ruhum hər an sizinlədir. Şirin bir xəyala dönüb, kim kiməni arzulayar, tez gələrəm yuxusuna. Mən şəhidəm, ölməmişəm. Şeirlərdə, qəzəllərdə yaşayıram. Rəsmlərdə, filmlərdə, əsərlərdə yaşayıram. Xalqımın qəhrəmanıyam. Heç zaman unudulmuram. Könüllərdə yaşayıram. Mən şəhidəm, ölməmişəm. Qarabağın dağlarında çiçək olub açmışam mən. Mən şəhidəm, ölməmişəm. Günəş kimi vətənimin sabahına parlaq ışıq saçmışam mən. Mən şəhidəm, ölməmişəm. Şəhidliyə ucalmışam. Yerim cənnət. Nə olsun ki cismim köçüb bu həyatdan. Nə qədər ki var bu dövlət, nə qədər ki var bu millət. Necə ki xalq şəhidinə qoyur hörmət. Demək unudulmamışam. Demək hələ yaşayıram. Gəlinin toyxunası solmayan, təzə bəyi hələ ata olmayan, bütün şəhidlərin bacısıyam mən. 5-6 bacısı olanların da, körpəsi qundaqda qalanların da, can üstə xəyala dalanların da, bütün şəhidlərin bacısıyam mən. Neçə başsız gələn bədənlərin də, muradı gözündə gedənlərin də, anası intihar edənlərin də, bütün şəhidlərin bacısıyam mən. Allah nələr çəkdi bəlalı başım. Yanağımda cığır açdı göz yaşım. Təhcə Həsən deyil ki qardaşım. Bütün şəhidlərin bacısıyam mən. Adına şirin çay içmədiyimiz, hələ zövzəsini seçmədiyimiz, bəylikli asını gitmədiyimiz, bütün şəhidlərin bacısıyam mən. Ömrünün nizamı pozulanların, adı qanı ilə yazılanların, məzarı ürəkdə qazılanların, möhnəti, ağrısı, acısıyam mən. Bütün şəhidlərin bacısıyam mən. Nakamları el abası oxşayan, alaylasın çal, ağısın de oxşayan, şəhidə sən tək oxşayan, bütün şəhidlərin bacısıyam mən. İndi isə Qaratəpə kənd uşaqları şeirlərini təqdim edir. Mən bugün şəhidəm, qan içindəyəm. Ölüm başım üstə günahım kimi, yıxılıb qalmışam səngər içində. Sahipsiz, boş qalan silahım kimi. Mən bugün şəhid olmuşam, ölməmişəm ki. Tanrı şərəf yazdı taleyimizə. Şəhidlik ən uca zirvə sayılır. Həmin o zirvədən baxacam sizdə. Siz də üzülməyin, mən üzülmürəm. Axı öz arzuma çatıram bugün. Torpağın üstündə gəzəsiz deyə. Torpağın altında yatıram bugün. Mən öldüm, nə qaldı məndən geriyə? Bir məzarım qalıb hər yanı daşlı, tozlu çəkmələrim, qanlı paltarım. Hə, bir də anamın gözləri yaşlı. Kim deyir şəhidlər ölür? Yalandır. Şəhidlər torpağa ilə can verir. İllərdir yaralı idi Qarabağ. Şəhidlər, qazilər ona qan verir. Tarix unutmayır qəhrəmanları. Bugün Qarabağda dastan yazıldı. Vətən torpağına göz dikənlərin alnına əbədi damğa basıldı. Vətənə canını qurban deyərək ölümsüzlük yolun sesli şəhidlər. Torpağı düşməndən azad edərək ömürlü tarixə kesdi şəhidlər. Şəhidlər qoymadı ensin bu bayraq. Hər dal
dalğası bir şəhidin ruhudur. Vətən imam yerim, vətən inancım. Bu vətən savaşı xalqın ruhudur. Şabaş tacımız sizsə Şuşanın, tacını bəzəyən qızıl zərsiniz. 2783 şəhid bu xalqın dilində ta əzbərisiz. 2783 şəhid aydın səmalardı, açıq alındı. Sizin sayənizdə Ağdam azaddır, Kəlbəcər alındı, Laçın alındı. 2783 şəhid Xudayar səsində vətən sözüsüz. Qarabağ uğrunda təkcə şəhid yox, həm də Qarabağın artıq özüsüz. Bayraq gölgəsində şəhid məzarı, bundan müqəddəs yer tanımıram. Vurulsam, yıkılsam, yaram qan versə, durub savaşaram, tanı buyam mən. Qan sızan yarandan öpürəm şəhid, öpürəm boş qalan çəkmələrindən. Öpürəm savaşda tabloya dönən, o məğrur duruşlu əzəllərindən. Önündə diz çöküb baş əyirik biz, can verib, can verdin daşa, torpağa. İndi rəklərdir sənin vətənin, döndün gönüllərdə enməz bayrağa. Bizə haqqınızı halal eyləyin, sizlərin hər addım izi vətəndir. 2783 şəhid, 1145 şaral igid, yüzlərlə qəhrəman qazi vətəndir. Çox sağ olun, bura gəldiyinizə görə minnətdaram. Mənim birinci şəhid ailələrine, şəhid analarına, şəhid atalarına minnətdarımı bildirirəm. Müəllim kollektivinə çox gözəl müəllimimiz iştirak elədi. Kənd cəmiyyətinə minnətdaram. Bütün Sabirabad əhalisinə mən minnətdaram. Ölkə prezidentinə çox sağ olsun ki, bu cürə şəraitlər yaradıb. Sağ olsun bizim icra başçımız. Sabah-sabahdan mənə bir neçə dəfə zəng eləyib, baş sağlığı verir. Nə deyim, mən ürəyim doldu, çox şey danışaram. Amma qısa danışmaq daha yaxşı olur. Müəllim kollektivi çox gözəldir. Mən müəllimlərlə hər vaxt bir yerdə olmalıyım. Bizim bu qazi qardaşımızdır, ağamızdır, çox gözəl insandır. Şerman müəllim bizim qardaşlardan biridir. Çox gözəl, hər birinə şəhidi yad edirlərsə, çox sağ olsunlar. O qadınlar Allah sizlərə var eləsin, Allah sizlərə ömür versin. Biz də sizin oğullarınızdır, oğullarınızın şahidləriyik. Yəni biz də sizin bir oğlunuzdur. Şərtudur, ata, ana, əyət-qan ayrı olsun. Amma elə biz mənəvi oğullarınız, sizin hər zaman da yanınızdayıq. Həmişə. Allah'ın ağa ömür verib sizin yanınızdayıq. Sağ olun. Sağ olun. Siz də çox sağ olun ki, ictimailəşdirirsiniz, çəkirsiniz, əziyyət çəkirsiniz. Allah sizin canınızı sağ eləsin. Allah Teala bu şəhidləri sizdən razı salsın, elə bu dəst eləyərsin. Amin, amin inşallah. Sağ ol ki, ağa, bizim xidmətimizi dəyərləndirirsən, düz deyirsən, bizə motivasiya verici söz olanda biz biraz da ruhlandıq. Sizdən təşəkkür edirik sizlərə də media nümayəndələrinə ki, bugünkü tədbiri işıqlandırırsınız, Azərbaycan tarixinin səhifələrinə yazılır. Mən bir onu deyə bilərəm ki, nə qədər ki Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, şəhidlərimizin ruhu şaddır. Və Müzəffər Ali Baş Komandanın dəmir yumruğu kimi şəhidlərimiz qürurlu, möhkəm və əzəmətlidir. Biz də bir vətəndaş olaraq and içirik ki, uğrunda canlı qurban verərək qazandığınız o müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün daima keşiyində durmağa söz veririk. Yaşasın Azərbaycan xalqı, yaşasın şəhidlərimiz. Çox sağ olun Telman müəllim. Qazi qardaşlarımız sözünüz varsa buyurun. Buyur bir daha.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Sağ ol. Allah rəhmət eləsin bütün şəhidlərimizə, şəhid atalarımız. Oğlum bir şey deyə tək deyəcəm. Adamın sonra. Deyə tamam deyə. Şehir öyle. Çətin qurtarmısan öyle. Vətənim möhtəşəm, sən doğum günümsən, sənin ürəyim canımsan, sən mənim ürəyimsən, sən mənim nəfəsim qanımsan, ürəyimi canımsan, sən mənim atam, mənim dəllanıma atam, sən bir gün qalarsan Allah babanın uzağında, sənin ürəyimi qapısırsan, sən qapıninisən onu. Gəl bizim ürəyimizi cana. Bizim vətənimiz qadamızı ürəksiz. Gəlin bizim qonağımız olun. Şeytanlarımız təbrik ediyoruz. Doğuz cini. Sağlar olsun Allah eləyər. Və sıra Allah şəhidlərimizə rəhmət eləsin. Vətənimizi üçüsən, doğulmuş günüsən. Sən mənim ürəyimin canısan. Sən mənim ürəyimsən. Və sinanlıq vətənim. Vətən öldü, vətən bölündü. Vətənimizi ürəyisən sən. Torpağımızsan sən. Torpaq içində vətən dörtmüşdü. Hamısına. Görüncüm sana. Atam doğum günü öndürür terbiyesi. Atam yüzüm doluydu terbiyesi. Sen çünkü çirene cürdetmişsin. Şaçırındı. Ahan ol atam. Öndürüğünde terbiyesi. Vətənimizi içsin. Allah bizim atamızı qorusun. Vətənimizi içsin. Vətənin ürəyimi canlısan. Vətənimi içsin. Sən atamı aldasan. Sən mənim dədəmsən. Allah çox qorusun bizi. Allah vətənimizi şəhidlər eləsin. Doğulmuş gün. Vətən günüsən. Vətənimizi şəhid olursan. Vətən canımızsan. Vətənimizin ürəyi sənsən. Vətən canımız Allah babasın. Var Allah, Fatiha.